Şabran Qalaltı yolu. Aprel ayının 15'indən buradan ola kiçik körpünü sel aparıb. Bu vaxta qədər körpünün bərpası olunmuyor. Kənardan bir nazik turba bastırıb yolu müvəqqəti bərpa eləmişdilər. Bugün dekabr ayının 8-i. Bax, yolda gedən böyük yük maşını çıxa bilmir. Yol bağlanıb. Probka əmələ gəlib. Bax, cəmaat qalıb. Hələ arxada çox maşınlar var. Deməli, bu kiçicik körpünün bərpası üçün nə Azərbaycan Yol İdarəsi, nə Şabran rayonunun icra hakimiyyəti heç biri yəni maraqlandırmır da heç birini. Heç biri üçün maraqlı deyil bu yolun bərpası. Şabran Qalaltı otelinə gedən yoldur. Və bu yolla Əmirxanlı, Qazbabalı, Ağsaqlı, Ceyranlı, Bələsli kəndləri, Qalaltı, Məşrif, Calğanlar hamı bu yoldan işləyir. Belə. Baxan yoxdur.